Salamünaleyküm əzizləyicilər, Məmməd TV kanalına xoş gəlmisiniz. Kanala abunə olub və videoları bəyənməyi unutmayın. Çalışmazsınız kanala abunə olub və videoları bəyənin ki, bizlər də silahsız sabırsız bazardan video çəkilişlər eləyib paylaşaq. Sizlər də gəlib sabırsız bazardan bunları əldə edə bilərsiniz. Videoya tam axıra qədər baxın ki, oradan satıcıların nömrəsini götürə bilərsiniz. Çalışın videoya tam baxın, gözəl insanlar. Tam baxın ki, oradan satıcıların nömrəsini götürüb satıcılarla əlaqə saxlaya bilərsiniz. Keçə silahsız video çəkilişlər eləyib. Kanala abunə olub və videoları da bəyənməyi unutmayın. Dostlar 5 litrlik neçədir? 5 litrlik 5 lira bu ha, yoxsa 7'dir? Neçədir o? 180 manat. Bu 3'dür yoxsa 4'dür? 3. Bana ne derim, o təmiz samovarda yoxsa toktan oduna dönmə? Yox, toktan oduna dönmə. Oduna dönmə. Amma orijinal şəbəkə qoyulur. Orijinal şəbəkə. Neçədir o? 110 manat. 110 manat. 110 manat belə samovar var. 3 litrlik. Şimdi bu da təmiz odun 3 litrlik samovar retki tapılır. Amma belə normal düzəltirlər və satırlar. O da çox gözəldir. Gəlib inşallah əldə edə bilərsiniz. Bu məncə 7'dir. Bunlar 7. Ha, neçədir bunlar? 200'a da var, 220'ya da var, 250'ya da var. 200'e de var, 220'ye de var, 250'ye de var. Hamısı var. Yani təmir olunmayan, biraz bahadır. Təmiri olan bir damcı ucuzdur. Yerləşdir ora nömrəni. Nömrə problem deyil, denə nömrəni. 070 070 866 866 46 46 56. 56. Üzürlü sayda. Nömrəni əlaqə saxlayarsınız. Nə lazımdır bu samovarları qardaşdan hamısını əldə edə bilərsiniz inşallah. Nömrə də dedik, nömrə də düşdü bura. Videoya baxın, nömrəni götürün qardaşdan əlaqə edin. Təmiri zadı, remontu zadı hamısı var səndə. Hamısını eləyir. Parlukasına tutmuş qədər hamısını eləyir. Qiymətlər neçəyə başa gəlir? Deyə bilərsən bir cüzi. Sınavların üstünlüyü parlak eləmək 30 manat. 30 manat. Təmiri var ki 20 manat, 15 manat. Sərfəlidir. Ha, yəni belə şeylər var. Sərfəlidir. Əlaqə yaradarsınız, hamısı babaları qardaşdan əldə edə bilərsiniz. Bazar olsun. Sağ ol, çox sağ ol. O samovarları. Samovarlar çoxdur ümumiyyətlə. Bir də istəmirəm bu tərəfə keçim. Adam çoxdur. Görürsünüz samovarlar. Samovar, ürən istədiyi qab-qacaqlar, zadlar, hamısı bunlarda var. Gəlib inşallah Sabunçu bazarından bu bilgidən bunları əldə edə bilərsiniz. Nömrələrini də mən sizə üçün yerləşdirirəm. 070 604 21 61. İnşallah əlaqə yaradarsınız. Qab-qacaq da alırlar, qab-qacaq da satırlar. Və belə bakişi qabları var. Bunlar təzə gətirmişsən? Neçədir bunlar dəst? Servis? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dana da? 350 manata. 9 dana servis var burada. 350 manata. 9 dana yox, 10 dana. Balacalar da var, taşkalar da var. Allah sana sağ ol. Hayır, 350 manata o servisi gəlib bir-birdən əldə edə bilərsiniz inşallah. Bu 4 dənə neçədir bəs? Onlar ədədlə də yoxsa? Dəqiq 50 manatadır. 2 dənə də burada. 2 dənə boldu var. Balaca böyük boşqabları var. Biraz da böyük, biraz da dərin boşqabları var. O ki 4 dəst. 4 dəst, hərəsində alsa bir 15-20 dənə var içində. 50 manat. Nömrəni demişəm. 604 deyil, 21 61 070. Hə, əlaqə yaradarsınız. Yenə nömrəsini dedim. Nə lazımdır əldə edə bilərsiniz. Şöyle böyle qab-qacaqlar var. Qazanlar, alüminyum var, dur var, çok şeyler var burada. Böyle alüminyum qazan var. Böyle durdan var. Tuncdu, durduna, vallardan da. Faydadan həmçinin hər şey var. Baba, samovarlardan tutmuş, samovarların alt hissəsi, bir də çaniklər üçün bir də dəm keşləri var.
Bir də kofe qabları var. Sonra tabaka üçün belə başlığı var. Yəni tabaka bizdə nədir? Tabaka qabı olur, onu da toyuğun üstünə əzir yapışdırır. Rahat pişirir orada tabaka qabları. Tabaka qabları düzdür, biraz baha olur. Harasa 80-a 100-ə belə olur. Sonra var belə şirniyyat qabları. O böyle şiş var, sonra aş qazanı var. O böyle qazan var. Et maşınları var, rüçkalar var. Ama çok şeyler var burada. O böyle qab-qacaqlar var. Xuruslar qabları, zatları. O belə. Nəysə o maraqlı gəlir mənə. Sadım bilmirəm. 3 tillik samovar var orada. Keçək o bu tərəfə. O belə bulud var. Abi neçədir bu? Ne? O 8 manata bir tanesi. 8 manata bir tanesi. Belə Madonna var. Bu Madonna neçədir? Böyle 6-12'ye var, 15'e var. 6'sı 12 15. Bu dəst deyil də, ha? Deste götürənir. Ha, dəst deyil. Çoxdur bu qardaşlar bu mallar. Bu belə xoruslar, qablar, sonra 3 mərtəbəlilər, sonra bu belə çanik var, altlığı da var onda. O çanik neçədir? Altlığı ilə bir yerdə. Ondan olan Ha. 25'e. 25'e. O Madonnalar tək də, ha deyəsən. Abi. Sağ şükür salamatçılıq desədim söhbət eləyər. Bunlar tək də, yəni bir satılır. Süt olan da var, tek olanı da var. Neçədir abi bu? Ağ. Böyük bulu, Ağ, ha. bir de Ağ. Hadi ağ olan da. Şura bu buraya. böyükler de görünüşte onda. Bak 12 madde verir. 8 madde. İkisini 15 madde verir. Güldan neçədir abi? O 15. Xoruslar güldan lan. Cütü 20 bu. Arkadaşlar çoxdur bu mallar. Şura bu belə naçnik var orada. Abi o naçnik neçədir bəs? O 120 var. 120 var. O belə bir şey burada. Görüşürüz. Sonuç maraqlı. Tabii sen nasıl sen bilirsin? Bu əhəng dəstlər məşhurdur. Hələ resim lobu çəkilişdə var bu əhəng dəstlər. İnşallah gəlib özünüz bunu əldə edə bilərsiniz. Sonra belə qənd qablar, xurustallar və belə xurustal qənd qabları var, vazları var, meyvə qabları var. Çanik atdığı, qazan atdığı, bu hamısı burada var. Yəni o isti şeyin üstünə qoymursunuz da, salafan üstümüzün üstünə, stolun üstünə qoymursunuz belə deyək. Onu qoyursunuz, üstü çaniki, qazanı zaten nə isti bir şey varsa qoyursunuz üstünə. Bunu da getirin diyelim bundan. Bana canım bekledim olsun. Benim aldığım kabın. O 2 dənə neçədir bəs? Ha. O ben süt getiren olsa bir 20 madde veririm. Meyvə qabları? 3 mərtəbə. Hər 3 mərtəbə meyvə. Onlar da 15'e, sütün 25'e veririm. Sazlar da var. Sazlar. Sazları biri səhv eləmirəmsə, bizə bir dənə qutarsın. İndi özü deyəcək qiymətini təzədən. Abi sazların da bir dənə qiymətini deyərsən. Qutarsın. Nə var nə? Abi sağ. Sağ başı yarışır. Abi başım bırak müşteri yok. Sazların da kıymetli bir tane değil. 40'a var, 60'a da var. 40'a da var, 60'a da var. Çok, dede babası. Dede baba çoğunu. Bana deyirəm, bunlar 2 kiloluqdur, yoxsa 3 kiloluq değil.
Ama 10 sayfasında ne? 10 bilir ki yani ben de şuralar paklava olunca 5-6 tane paklava koysam içine gelir. Yani 10 içinde ne kadar paklava çıkıyor. Neçədən biri? Real alana 1.50 manatdan verir. Mis. İndi belə neçədir o tək biri? Demirəm 50 manat verir. Ha 50 manatda da. Ha 1.50 öyle bildim 1.50 deyirsən. Ona göre deyirəm ki dedim ya ki kilo ilə satsan sən də onu. Aslında sen gözüme götürmedi kalkışırsın. Allah razı olsun. Bunların dənəylə biri 6 manat. Amanın günüdür. Qırmayaq. Keçək bu buri tərəfə. Bax bu buri tərəfdə gördüyünüz maral qabları, beləsi madonnalar var, qaşıqlar, vilkalar, çəngəllər, xurusal qabları, bıçaqlar zaten var. Bax bu maşallah təzəliyib çoxdur. Bu bolotlar da var orada. Ha, bu tam başka bir şeydir. Neçədir bu madonnalar zaten, bulut qablar zatları? Burada qəşəng canlı gedər birazdan. Kobat var. Ha. O kobat neçədir? O billəmon deyəsən bax. Ha. Elə o çox maraqlı bir şeydir. 12 person, hələ o da 500 manata gedirdi ya. Ha. Onun yanındakı çeksa var ki, o 300 manat. O tərəfdəki gedirdi 250 manat. Yerdə də var da tırlar. Maşallah qəşəng mallar gətirmisən. Allah bazarın versin, bərəkətli olsun. İnşallah. Satılacaq qalmayacaq. Birazdan gələsində. Satılacaq. Birazdan burada canlı gedəcək, narahat olun. İndi hələlik YouTube üçün çəkirəm. Bu servis neçədir bəs? Qızıl olan. 40 manat. Dərin boş qablar? Ləri boş qaba 8 o 6. Bunlar tane bir turşu gətirməlisən. Kanala abunə olub əzizlər, videolarda bəyənməyi unutmayın ki, biz də sizlər üçün Sabunçu bazarından video çəkilişlər edib paylaşaq. O servis neçədir bəs? Bagimədir o? Onlar Bagimə gedir. Təmiz Bagimə gedir. Neçədir onlar? 160 manata. O istəkanlar, istəkan deyəndə çaşkalar, bir də onun çəniki var orada, bir də qənd qabları var, peşok qabları var. 160 manata satır əzizlər. İnşallah. 20 manat atsın sənə. Bəli, bəli. Bəli, bəli. Bəli. O dərin bulud neçəydi? O boş qablı şeylər də var orada. Solu qab, yemək qabı. O servis. Ha, 12 servisdir. Ha. Person değil, 6 dəri verəm. Ha, neçədir o? 6 person 250, 12 500 manat. Ha, yarımçıq elib verə bilərsən. Belə 6 versin. Allah bazarın versin. Allah bazarın versin. 20 manat ha o sənə. İnşallah qismət Allahın köməyi ilə.